Salam. 5-i 3-cü ay 2023-cü il 11-ci sinif buraxılış imtahan riyaziyyat suallarına baxacağıq. Vaxt itirmədən birinci sualdan başlayaq. Birinci sualda deyir ki, iki paralel müstəvinin birinin üzərindəki AB nöqtələrindən digər müstəvini A1, B1 nöqtələrində kəsən iki paralel düz xətt çəkilmişdir. A1, B1 2,8 olarsa, AB parçasının uzunluğunu tapın. İki dənə paralel müstəvini çəkirəm. Sadəcə olaraq bu müstəvilərə profildən baxırıq. Bu müstəvinin üzərində bir A nöqtəsi götürürəm. Bir də B nöqtəsi. İndi A1 və B1 nöqtələrini elə götürürəm ki, A1 və B1 paralel olsun. Uşaqlar, burada diqqətlə fikir versək, A1 B1 2,8 veribdir. A1 B1 2,8 olduğuna görə AB də 2,8 olacaq. Düzgün cavab C variantı. Niyə? Çünki burada müstəvilərin özü paraleldir. A1 B1 də paralel olduğuna görə burada canlandırdığım şəkildə nə yaranır? Paralelogram. Paralelogramın da qarşı tərəfləri nə olur uşaqlar? Bərabər. Aşağı 2,8 isə yuxarıda 2,8-dir. Və yaxud da belə bir qayda var fəziyə aid. İki paralel müstəvini kəsən paralel düz xəttlər arasında qalan məsafələr bərabərdir. Buna da əsasən birbaşa 2,8 deyə bilərik. Yəni düzgün variant C variantı. Növbəti ikinci suala baxaq. İkinci sualda deyir ki, bərabəryanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Trapesiyanın hündürlüyü 8, orta xətti 18 olarsa, onun oturacaqlarını tapın. Təbii ki, trapesiya məsələsi deyirsə, trapesiya çəkirik bərabəryanlı və mənə deyir ki, bərabəryanlı trapesiyanın hündürlüyü yan tərəflə 45 dərəcəli bucaq əmələ gətirir. Digər hündürlüyü də çəkirəm. Trapesiyanın hündürlüyünü 8 verib, orta xəttin isə 18 verib. Orta xəttin qıraqda yazaq, məsələn, bir M-in parçası deyirəm orta xəttinə, bərabərdir 18-ə. Burada nəyə diqqətlə fikir verək uşaqlar? Hündürlük 8-dirsə, burada bax, yaranan bərabəryanlı düzbucaqlı üçbucaq olur. Yan tərəflə hündürlüyün əmələ gətirdi. Bax, bərabəryanlı düzbucaqlı üçbucaq olur. Bura 8-dirsə, qıraq hissələr də 8 düşür. Trapesiyanın kiçik oturacağını x desək, uyğun hündürlüklərin arasında qalan məsafədə x, yəni böyük oturacaqda x plus 16 olar. İndi orta xətti 18 verib, yəni x üstə gələk, x plus 16 böl 2 bərabərdir 18-ə. Çünki orta xətt oturacaqlar cəminin yarısına bərabərdir. Bu zaman 2x plus 16 bərabərdir 36, 2x bərabərdir 20-yə, x də bərabərdir 10-a. Yəni kiçik oturacaq 10 olar, böyük oturacaq isə 26. Düzgün cavab B variantı olar. Növbəti üçüncü suala baxağın. Üçüncü sualda isə y bərabərdir x plus 1-in kvadratı plus 3. Parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Bu formada verilmiş y bərabərdir a x plus m kvadratı üstə gələk m formasında verilmiş parabolanın təpə nöqtələrin koordinatları mötərizə içərisin sıfıra çevirən x-i götürürük. Yəni x burada nə olar sıfıra çevirən mənfi m, n isə y isə n olduğu kimi götürülür. Yəni qaydaya əsasən birbaşa burada elə təpə nöqtələrini mənfi 1, 3 götürəcəyik. Mənfi 1, 3 B variantı olar. Növbəti dördüncü suala baxaq. Dördüncü sualda sistem bərabərsizlik verilib. 2x böyükdür 10-dan, 2 çıxılsın x böyükdür mənfi 18-dən. Deyir, bərabərsizlər sistemin ən böyük tam həllini tapın. Sistem bərabərsizliyi nə cür həll edirdi uşaqlar?
ayrı-ayrı həll eləyib axırda nəyinə baxırıq? Kəsişməsinə. Və burada x böyükdür 10-dan alınır. Aşağıda isə x kiçikdir 20-dən. Burada isə hər ikisini ödəyən 10, 20 aralığı olur. Bu zamanda ödəyən ən böyük kök 19 olur. Hər ikisini ödəyən. Yəni düzgün cavab Y variantı. Biz kəsişməsinə baxırıq sistem bərabərsizlikdə. Növbəti 5-ci suala baxaq. 5-ci sualda isə deyir ki, ayın ədəd silsiləsində A1 3, A7 -9 olarsa silsilənin -29-a bərabər olan həddinin nömrəsini tap. N-ci həddin düsturuna əsasən ayın nəyə bərabərdir? A1 üstə gələk n çıxaq 1 vuraq D. A1 var. Silsilə fərqi yoxdur. Silsilə fərqini də tapmaq üçün D bərabərdir. A7 çıxaq A1 bölünsün 7 çıxılsın 1. Buna əsasən indi -9 çıxılsın 3 bölək 6. Bu deyiləcək -2. Deməli, silsilə fərqi neçəymiş uşaqlar? -2. -2 olduğuna görə indi bu düsturda nəzər alaq. N-ci həddə özü verib də -29-dur. -29 bərabərdir. A1-i 3 billik. Onsa sıra nömrəsini soruşur ki, neçənci həddə də N ilə soruşur. N çıxaq 1 vurulsun -2. Burada -29 bərabərdir. 3 çıxılsın 2 üstə gələk 2. Burada dəyişənlər bir tərəfə, sərbəst hədlər bir tərəfə. 2 bərabər olacaq. 2 bərabərdir 34. N də bərabərdir 17-yə. Deməli, neçənci həddir? 17-ci hədd -29-a bərabər olar. C variantı. Sonra 6-cı suala baxaq. 6-cı sualda isə x bərabərdir pi bölək 6, 2 kosinus, x çıxılsın 2 sinus, x ifadəsini deyir qiymətin tap. Bu da çox sadədir. Sadəcə olaraq pi bölək 6 neçə deməkdir uşaqlar? Pi bölək 6-nı nəzərə almalıyıq ki, bu dərəcəyə çevirsək radianla veribdir. 30 dərəcə deməkdir. 2 vuraq kosinus 30 dərəcə. Çıxılsın 2 vuraq sinus 30 dərəcə. Sadəcə olaraq yerinə qoyub hesablamaq lazımdır. 2 vuraq kosinus 30-da neçə alır uşaqlar? Kök altı 3 bölünsün 2. Çıxılsın 2 vuraq sinus 30-da 2 dəvr alır. Burada da 2-lər ixtisar gedir. Cavab kök altı 3 çıxılsın 1 olur. Yəni düzgün cavab B variantı olacaq. Növbəti 7-ci suala baxaq. 7-ci sualda isə 3-cü dərəcədən 25 vurulsun 3-cü dərəcədən 135. Uşaqlar, burada nəyə diqqət eləməliyəm? 25 5-in kvadratıdır. 5-in kubu deyil ha. Amma 135-i 5-ə bölüb, bax 135-i uşaqlar 5-ə bölsək 27 düşər, 27 düşər. Yəni bunu 27 vuraq 5 kimi qruplaşdıraram. Bu zaman bunları bir kökün altında yaza bilərik. 25 vuraq 5 vuraq 27. Burada 25 5 hasılı 125 eləyir. 125-dən 3-cü dərəcədən 5 çıxacaq. 27-dən isə 3 5 dəfə 3-ün eləyir 15. Düzgün cavab B variantı. Növbəti 8-ci suala baxaq. Y bərabərdir 2-də 1 üstü 2 çıx 4. Deyir funksiyasının qrafiki absis oxunu hansı nöqtədə kəsir? Bunu birmənalı olaraq bu misal üçün yox, ümumiyyətlə deyək. Absis oxunu, yəni x kəsəndə, o x oxunu kəsəndə y 0 olur. O y oxunu kəsəndə isə x 0 olur. Bax, absis oxunu deyirsə, yəni o x oxunu deyir. Kəsəndə y 0 götürəcəyik. Ordinat oxunu deyəndə, yəni o y kəsəndə x 0 götürəcəyik. İndi burada absis oxunu dediyinə görə biz nəyə 0 götürürük? Əlbəttə ki y. İndi burada 2-də 1 üstü 2 çıx 4 bərabərdir 0-a. Burada mən 2-də 1-i 2 üstü ilə mənfi x kimi yazıram. 2-də 1 2 üstü mənfi 1-dir. Qüvvətdə x olduğuna görə də bərabərdir 4-ə.
2 üstü mənfi x bərabərdir 2-nin kvadratı. Mənfi x bərabərdir 2. X ilə çıxır neçə uşaqlar? Mənfi 2. Yəni, bu x-i mənfi 2 olanda avtomatik y nə olur? 0. Bu da hansı cüt olur? Mənfi 2, 0 cütü. Yəni, düzgün cavab C variantı. Ola bilər qaranlıq qalan yer ola bilər hansısa uşağa. 2-də 1 nə deməkdir uşaqlar? Diqqətlə fikir verək. 2-də 1 2 üstü mənfi 1 yazaram. Əgər qüvvətdə də x olduğuna görə bu da 2 üstü mənfi x eləyəcək. Və ona görə birbaşa mənfi x yazdım. Bunu da əlavə dedik də. Növbəti uşaqlar. Baxıram 9-cu suala. 9-cu sual da çox sadə sualdır. Deyir ki, qonşu bucaqları göstərin. Qonşu bucaqlar hansıdır? Cəmi 180 dərəcə olan. O da hansı variant olacaq? Təbii ki, A variantı şifahi şəkildə yazmaq olar. 10-cu sualda deyir ki, diaqonalı 4/3 olan kubun həcmini tapın. Ümumiyyətlə, qayda olaraq bilirik ki, kubun diaqonalı kök altda 3a-ya bərabərdir. Yəni, kubu da gözümüzün qarşısında canlandıraq. Kubun bu diaqonalı DS kök altda 3a-ya bərabərdir. Yəni, kubun hər bir tərəfi adı da. İndi buna əsasən kök altda 3a bərabərdir. Özü verib 4 kök altda 3-dür diaqonal. Kök altda 3-lər gedər, tərəf 4 qalar. İndi məndən isə burada həcmi soruşur. Həcm də A kubuna bərabərdir. 4-ün kubu bu da eləyəcək 64. Yəni, düzgün cavab B variantı. Növbəti 11-ci suala baxaq. 11-ci sualda isə 32-2y-in kvadratı ifadəsini deyir ki, vuruqlarına ayırın. Təbii ki, mən burada ilk öncə 2-ni çöl atarıq, mötərizə xaricinə. 16-y-in kvadratı qalır. İçəridə indi təzədən müxtəsər vurma düsturu alınır. 2 vuraq 4-y, 4 plus y. Yəni, düzgün cavab Y variantı olar. Növbəti uşaqlar 12-ci suala baxıram. 12-ci sual adi hesablamadır. 4 tam 10.000-də 5045 bölünsün 0 tam 1000-də 45 üstə gələk 29 tam %99. Adi bölmə qaydası ilə birinci 10 tam %1 eləyəcək. Üstə gələk 29 tam %99. Bu da ki cavab 40 tam eləyir. 40 tam. Yəni D variantı. Növbəti baxaq 13-cü suala. Uşaqlar, burada vaxt itirmədən 13-cü sualda ilə üzərində işləyəcəm. 13-cü sualda A çoxluğundan, daha doğrusu B çoxluğundan A çoxluğunun fərqini istəyir. Yəni B çıxa. Yəni nə mənada? Bunu bax burada şəkildə canlandırıram. B çoxluğu 1-də A. Yəni yalnız B-dən A-nı çıxanda iştirakladığım hissə yalnız B-yə aid olan hissəni göstərir. Yəni biz ortaq olanları çıxardırıq. Hər ikisində ortaq olan A-lar, B-lər gedir. Yalnız və yalnız burada B-yə aid olan qalır C, D, bir də Y. Neçə dənə elementi olur? 3 dənə. Yəni düzgün cavab 13-də A variantı olar. Növbəti burada 14-cü suala baxaq. 14-cü sualda loqaritma 8 əsasdan 10 çıxılsın. Loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 1-ə. Ümumiyyətlə loqaritma nə deməkdir uşaqlar? Məsələn, loqaritma 5 əsasdan 125, yəni 5-in üstü neçə 125-ə bərabərdir? Yəni 3. Yəni 5-in kubu 125 eləyəcək. İndi mən burada uşaqlar 8-in üstü neçə? Bax bu deyir buradakı ifadəyə bərabərdir. Buradakı ifadə yəni bütövlükdə gedir də loqaritmanın qabağında. Deyir ki, məsələsi 125-in yerində 10 çıxaq loqaritma 3 əsasdan 2x plus nə durubdur? 1. Yəni mən onun cavabını bilmirəm amma 8-in qüvvətinin neçəyə bərabər olduğunu bilirəm. 1-ə. Yəni tənlik qaydasına əsasən o tənlik qaydasını yadımıza salaq da. A əsasından x
bərabərdir B formasındadırsa, burada x-i tapanda A üstü B şəklində hesablayaraq tapa bilərik. İndi buna əsasən, 10 çıxaq loqaritma 3 əsasdan 2x plus 1 bu bütövlükdə də bərabərdir 8-in üstü neçəyə? 1-ə. İndi bu da loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 2 olmalıdır. İndi həmən tənliyi bunun üçün tətbiq eləsək, 2x plus 1 də 3-ün nəyinə bərabərdir? Kvadratına. Yəni 2x plus 1 bərabərdir 9-a, 2x bərabərdir 8, x də 4 olar. Yəni düzgün cavab 4. 15-ci suala keçək. 15-ci sualda x bölək y üstə gələk y bölünsün x bərabərdir 4-ə. Bizdən isə soruşur x üstü 4 üstə gələk y üstü 4 bölünsün x kvadratı y kvadratı. Bu soruşduğu ifadəyə baxıram ki, bu soruşduğu ifadədə verilmiş ifadənin kvadrata yüksəldilmiş forması var. Yəni bunu soruşduğum bir qədər parçalasaq, daha aydın şəkildə göstərmək olar. Yəni bu x kvadratı bölünsün y kvadratı üstə gələk y kvadratı bölünsün x kvadratı deməkdir elə. Yəni bunların əkobunu tapanda x üstü 4 üstə gələk y üstü 4 bölünsün x-in kvadratı y-in kvadratı alınır. Yəni elə soruşduğu budur. İndi bunu almaq üçün verilmiş ifadənin sağ və solun nəyə yüksəldir uşaqlar? Kvadrata. Bu zaman birincinin kvadratı x-in kvadratı bölü y-in kvadratı alınır. Üstə gələk bunların hasilinin 2 misli y bölü x. Üstə gələk y kvadratı bölünsün x kvadratı bərabərdir 16-ya. Bu hasildə y ilə x ixtisar gedir. Bu zaman x-in kvadratı bölü y-in kvadratı üstə gələk y-in kvadratı bölü x-in kvadratı yazıram. Ortada 2 qalırdı. Bax bu həmən bu 2-ni bərabərliyin sağ tərəfinə atıram. 16-dan 2-sini çıxanda neçəsi qalacaq? 14-dür. Yəni düzgün cavab 14 olacaq. Növbəti baxıram 16-cı suala. 16-cı sualda 3 sinus kvadratı 5x çıxaq 7 kosinus 5x bərabərdir 3. Deyir bu tənliyin 20 və 180 dərəcə aralığındakı köklərinin cəminin dərəcə ölçüsünü tapın. Tənliyi həll etmək lazımdır sadəcə olaraq. Uşaqlar, burada tənlikdə baxıram ki, həm sinus var, həm də kosinus. Hər hansı birinə görə işləyə bilmirəm. Ya sinusa görə işləməliyim, ya da kosinusa. Burada sinus kvadratı verdiyinə görə mən 3 vuraq sinus kvadratının yerinə 1 çıxaq kosinus kvadratı 5x yaza bilirəm. Çünki biz bilirik ki, sinus və kosinusun kvadratları cəmi neçəyə bərabərdir birə. Çünki bax sinus kvadratı 5x üstə gələk kosinus kvadratı 5x istənilən bucağın sinusu ilə kosinusun kvadratlarının cəmi 1-dir. Sinus kvadratı 5x-in də yerinə 1 çıxaq kosinus kvadratı 5x yazmış olaram. Çıx 7 kosinus 5x bərabərdir 3-ə. İndi vuraq açaq. 3 çıxılsın 3 kosinus kvadratı 5x. Çıx 7 kosinus 5x bərabərdir 3-ə. Hər iki tərəfdən 3 islah olur. Bərabərliyin hər tərəfində mənfiyə vursaq 3 kosinus kvadratı 5x üstə gələk 7 kosinus 5x alınır. Bərabərdir 0. Kosinus 5x-i mötərizə xaricinə çıxardarıq. Natamam kvadrat tənliyin həlli prinsipi ilə 3 kosinus 5x üstə gələk 7 bərabərdir 0. Hava xassəsi 0 olar. Vuruqlardan biri 0 olduqda kosinus 5x bərabərdir 0-a. Bir də ki 3 kosinus 5x üstə gələk 7 bərabərdir 0-a. Burada kosinus 5x bərabərdir mənfi 3-də 7-yə. Bu da mənfi 2 tam 3-də 1 deməkdir. Mən də bilirəm ki, kosinus funksiyasının kiçik qiyməti uşaqlar mənfi 1-dir. Ən böyük qiyməti də müsbət 1-dir. Mənfi 2 heç ümumiyyətlə kosinusu nə cür bucaq verirsən ver. Kosinus heç vaxt mənfi 2 tam 3-də 1 ola bilməz. Çünki bunun ən kiçik qiyməti mənfi 1-dir. Ona görə bu qoldakı həll boş çoxluqdur. Bir də mümkün hal kosinus 5x-in 0 olmağıdır. Kosinus da 0 olmaq xüsusi hal olduğuna görə bucağı, yəni 5x bərabərdir
Kosinüs harda 0 olur? 90 dərəcədə. Xüsusi halda pi bölək 2 növbəti 270 olduğuna görə 180 gəlir üstünə, yəni pk. 180-dən 1 kosinüs 0-a çevriləcək. Yəni pi bölək 2 üstə gələk pk. Buradan da x bərabərdir. Pi bölək 10 üstə gələk pk bölünsün 5. İndi bu radiandan verdik biz. Radianla verdiyimizə görə dərəcə ifadə eləyək. Pi neçə dərəcə qəbul eləyək burada uşaqlar? Ən rahatı 180-də. 180-də ona bölüləm 18. Üstə gələk. 180 5-ə böldük 36k. İndi burada fikir verirəm ki, x-i bizdən soruşurdu ki, 20 ilə 180-in arasında olsun da. Bax, x-imiz 20-dən böyük, 180-dən kiçik olmalıydı. Deməli, mən k-ya 0 versəm, k dövrənin sayıdır. 18 dərəcə bu aralığa düşməyəcək. K-ya 1 verirəm. K-ya 1 versək, 18 ilə 36-nın cəmi neçə eləyəcək uşaqlar? Bax, burada olacaq 54. K-ya 2 verirəm. X bərabərdir. 18 üstə gələk. 36-nı 2-yə vursaq 72. 18 ilə də 72-nin cəmi 90 eləyəcək. Növbəti k-ya 3 verirəm. 18 üstə gələk 36 vururuz 108. 108-in də üstünə 18 gələndə 126 eləyəcək. Hələ ki aralığa düşür. K-ya növbəti 4 verək. 4 verdiyimiz zaman isə 18x bərabərdir. 144. Üzərinə də 18 gələcək. 162. K-ya 5 versək, hesablayanda 192 eləyir. Yəni, vermə ehtiyac yoxdur. Deməli, 20-180 aralığına düşən kökləri 54, 90, 126 və 162 olur. Bunların da kökləri cəmi soruşur. Topladığımız zaman eləyəcək, deməli, 432. Cavab 432. Növbəti baxaq 17-ci suala. Z kompleks ədədi üçün Z1 2 kök altda 3 üstə gələk 2i. Z2 bərabərdir kök altda 3 çıxılsın i. Deyir Z1 bölünsün Z2-ni tap. Nisbətini tap. Aparaq yazaq 2 kök altda 3 üstə gələk 2i. Bölünsün kök altda 3 çıxılsın i. Kompleks ədədə bölmək üçün məxrəcin qoşmasına vurub bölük. Yəni üstə gələkcə çıxması, çıxmasa üstə gələk. Yəni sürət və məxrəcin qoşması kök altda 3 plus i eləyəcək. Yəni bölürük. Daha doğrusu vuruq sürətdə məxrəci də. Bu zaman adi çox 50-ni çox 50-yə vurmaq qaydasına əsasən eləyəcək birinci 6 üstə gələk 2 kök altda 3i. Birinci sonra 2-ni vururam. Bu zaman eləyir 2 kök altda 3i üstə gələk 2-nin kvadratı. Aşağıda isə müxtəsər vurma düsturu alınır. Kök altda 3-ün kvadratı çıxaq i kvadratı. Bərabərdir. I kvadratı biz bildik ki, -1-dir. Yəni, siz aydın olsun deyin, daha tərəfli yazıram. 6 üstə gələk 4 kök altda 3i. I kvadratın yerinə -1 yazsaq, 2 vuraq, üstə gələk 2 vuraq, -1. Aşağıda 3 çıxılsın -1. Yəni i kvadratın biz bilirik ki, -1 qəbul eləmişik də. Bu zaman sürətdə 6-dan 2 çıxanda 4. Üstə gələk 4 kök altda 3i. Aşağıda isə 4 alınır. Hər tərəfi də 4-ə bölsək bu zaman toplananların hər birini 4-ə bölmə ixtiyarımız var. 1 üstə gələk kök altda 3i alınır. Nisbətini tapmış olduq. 1 üstə gələk kök altda 3i. Bu qədər sadə. Növbəti 18-ci suala baxaq. 18-ci sualda bizə çevrəni verib. Deyir ki, o mərkəzdə çevrədə AB diametri, yəni mərkəzdən keçir.
CD vətərinə paraleldir. Və mərkəzin o nöqtəsi ilə bir dəqiqə diqqətli olaq, şəklə diqqətlə fikir verək. Mərkəzi ilə, yəni AB vətəri ilə CD vətərinin arasındakı məsafə 4 sm-dir. Yəni ən yaxın məsafə, yəni nə cür məsafədir? Perpendikulyar, yəni bura 4-dür. Deyir ki, DMB bucağı 30 dərəcədir. Yəni bu paralel vətərlər arasında qalan bucaq neçə dərəcədir? 30. Paralel vətərlər arasında qalan qövslər hər iki tərəfdən eyni olacaq. Burada onda 30 dərəcədə qaydaya əsasən. Bu qövsdən bu qövsün dərəcəsi eynidir. AB diametr olduğu üçün çevrəni yarıya bölür, yəni 180. Onda bu zaman CD qövsü yuxarıda qalan 120 dərəcə olur. Biz burada diqqətlə fikir verək. Bir dəqiqə rəngi dəyişək. Çevrənin radiusunu soruşur. İndi çevrənin radiusunu çəkirəm. Çevrənin radiusunu çəkdiyim zaman biz bilirik ki, uşaqlar, mərkəzdən hər hansı vətərə qədər ən yaxın məsafə, bu 4 sm elə yerdən çəkib ki, elə mərkəzdən çəkilibdir də. Ən yaxın məsafə həm vətəriyə perpendikulyardır, həm də onu yarıya bölür. Burada bərabər yanlış bucaq yaranır da, R radius. Uşaqlar, mərkəzi bucaq kimi bura 120 dərəcədirsə, bu zaman COD bucağı da özü də 120 dərəcə olur. Lakin bax, bura bir H desəm, bu OH həm tənböləndir, həm hündürlükdür, həm də ki, mediandır. Bax, indi gəlin fikirləşək. Tənbölən kimi, onda bura neçə düşür? 60 dərəcə. Onda, burada yaranan, içəridəki yaranan düzbucaqlı üçbucaq var. Bu düzbucaqlı üçbucaq. Bunun iti bucağının biri 60-sa, digəri də 30 dərəcə olar. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Yəni bura 4 olduğuna görə avtomatik radius o üçbucağın hipotenuzudur. Radius da 8 çıxar. Yəni hipotenuz 8 olar. Çevrənin radiusu deməli neçə olur? 8. Bu qədər sadə. Növbəti uşaqlar, baxıram 19-cu suala. 19-cu sualda deyir, tərəfi 6 olan bərabər tərəfli üçbucağın bir tərəfi ətrafında fırlanmasından alınan cismin həcmini tapın. Bax, bərabər tərəfli bir dənə üçbucaq çəkirəm. Bir tərəfi ətrafında bunu fırladığım zaman, tutaq ki, bir AB tərəfi ətrafında fırlansın da. Burada fırlandığı zaman diqqətlə fikir verək. Bir çevrəci zır. Bax, fırladırıq. Bu C təpəsi var. AB tərəfindən ən uzaq neçə santimetr məsafədədirsə, aşağıdan da o məsafədən keçəcək. Yəni burada bir C iştirik deyək. Bu zaman burada konsentrik, daha doğrusu kongriyent 2 dənə konus yaranır. 2 dənə konus yaranır. Və tərəfi 6 demir. Onda bu konusun doğranı 6 olur. Hündürlüyü isə rəngi dəyişək. Bu tərəfi 6-dırsa, bu C-dən çəkmişəmi bu hündürlük. Bu onun cızdığı çevrənin radiusu, elə ki, radius olaraq həmin o hündürlük. Bu cızılan çevrənin, bu hündürlük onun nəyinə bərabərdir? Çevrənin radiusuna. Bax, bu hündürlük də, uşaqlar, bu nəyin hündürlüyüdür? Üçbucağın hündürlüyüdür də. Həm də nəyə verir? Radiusu. Bərabər tərəfli üçbucaqda hündürlük nəyə bərabərdir? Kök altda 3-ə bölək 2-yə. Yəni, kök altda 3 vurulsun 6 bölünsün 2. Yəni, 3 kök altda 3. Bu radiusu verir. Bunu tapdım. Bəs bu yaranmış konusun öz hündürlüyü necə olacaq? Bax, bu hissəsi var. Üçbucağa görə bərabər tərəfli üçbucaqda bu həm hündürlükdür, həm də nədir? Median. Onda 6-nı nə cür böləcəyik? 3.
Deməli bu konusun hündürlüyü neçəyə bərabər olur onda? 3-ə. Konusun hündürlüyü də 3. Məndən isə konusun indi əmələ gələn deyir cismin həcmini tap. İndi konusun birinin həcmini tapıb axırda da 2-yə vurarıq da 3də 1 S oturacaq vurulsun hündürlük. Yəni 3də 1 pi r kvadratı vuraq h. İndi buna əsasən 3də 1 vur pi radiusun kvadratı. Radiusu nə tapdıq uşaqlar? Yəni üçbucağın hündürlüyü çıxdı da 3 kök altda 3-ün kvadratı vurulsun 3. Burada 3'lər ixtisar gedir. Cavab eləyir 27 pi. Əslində bu bir dənə konusun həcmini tapmış olarıq. Burada da 27 pini də vururam 2-yə. Çünki biri sağda, biri solda yaranır konusların. Eləyəcək 54 pi. Yəni düzgün cavab 54 pi. Bu qədər rahat. Növbəti baxaq 20-ci suala. 20-ci sualda isə uşaqlar deyir ki, diagonallarının uzunluqlarının cəmi D1 üstəgələk D2 bərabərdir 28. Tərəfi 10 olan rombun, tərəfi neçə olan 10. Rombun sahəsini tapın. Biz rombu çəkməsək də olar, lakin sizin gözünüzün qarşısına canlandırmağa görə çəkəcəm. Rombun diagonalları nə cür keçir? Perpendikulyar. Bu rombun tərəfi. Diagonalın biri D1, digəri isə D2. Bizdən sahəsini soruşur. Uşaqlar, rombun hündürlüyünü bilmirəm ki, tərəfə vurum, sahəsini tapın. Rombun sahəsini diagonala görə taparam. Diagonala görə də D1 vuraq D2 bölək 2 rombun diagonallarına görə sahəsini vermiş olar. İndi buna əsasən mən D1 vuraq D2 necə tapa bilərəm? Mən nəyə bilməliyəm? 1 D1 kvadratı üstə gələk D2 kvadratı bərabərdir 4A'nın kvadratına. Yəni rombun diagonalları ilə tərəfi arasındakı münasibət düsturuna əsasən D1-in kvadratı üstə gələk D2-nin kvadratı tərəf 10'dur. 10'u kvadrata yüksəlsək 100, 4'ü də vuranda eləyəcək 400. Bu elədi 400. Bəs indi verilmiş ifadəni bizə verdiyi şərt hər tərəfin kvadrata yüksəldirəm ki D1 kvadrat üstə gələk D2 kvadratı ilə nəsə bir əlaqə yaransın. Bu zaman D1'in kvadratı hasillərinin kimisi D1 vuraq D2 üstə gələk D2'nin kvadratı 784. Burada D1 kvadrat D2 kvadratın yerinə 400'ü nəzərə alsaq 2D1 D2 bərabərdir. 784'dən də 400'ün çıxanda qalacaq 384. D1 D2 olacaq 192. D1 D2 hasilini tapmış olduq 192. İndi sahədə nəzərə alsaq D1 D2'nin yerinə 192 yazacağım. 192'ni də 2'yə böləcək sadəcə olaraq. Bu da olacaq 96. Yəni sahə olur 96. Bu qədər rahat. Növbəti baxıram 21-ci suala. 21-ci sualda isə deyir tələbə iştirak etdiyi sonuncu imtahanda 50 bal yığarsa, bütün imtahanlarda yığdığı orta bal 50. Son imtahanda 74 bal yığarsa, orta bal 56 olar. Tələbə ümumilikdə neçə imtahanda iştirak etmişdir? Hamı tərəfindən başa düşülsün deyə tələbənin sonuncu imtahandan qabaq yığdığı imtahan balları cəmi x deyirəm. Sonuncu imtahana da 50 bal gəlirəm üstünə bölürəm sayını. Bilmirəm də neçədə imtahan verib yenə. Bərabər eləyirəm 50'yə. Sonra isə əgər əvvəlki imtahanlar balları cəmi öz yerində qalsın, sonuncu imtahanda 74 bal yığarsa, yenə də en yerə böləndə bu səfər ədəd ortası orta bal 56 olar. İndi buradan tənasüb sistem qursam x plus 50 birincidə 50'nə bərabərdir. Digərində x plus 74 bərabərdir 56 yenə. Tərəf-tərəfə çıxsaq x-lər gedər. 24 aşağıdan yuxarıdan çıxır uşaqlar.
24 bərabərdir 6-yə. N də bərabərdir 4-ə. Deməli, neçədən imtahan vermiş olar? 4 dənə. Bu qədər rahat. Növbəti 22-ci suala baxaq. M parametrinin hansı qiymətində A və B nöqtələri 3x plus 2y bərabərdir 26 düz xəttinə nəzərən simmetrik olar. Yəni burada belə bir yanaşma eləyərəm. 3x plus 2y-ə aid olan 3x plus 2y-ə aid olan bir C nöqtəsi götürürəm. C nöqtəsinin koordinatlarını x, y deyirəm. Bu zaman həmin x A-nın x-i ilə B-nin x-in cəminin yarısı olar. Çünki simmetrikdir. M plus 1 üstəgələk M plus 5 bölünsün 2. Bu zaman M plus 3 alarıq. Y isə M plus 6 üstəgələk M çıxaq 4 böl 2. Burada isə M plus 1 almış olarıq. İndi bunu verilmiş tənlikdə nəzər alaram. 3 vuraq M plus 3 üstəgələk 2 vurulsun M plus 1 bərabərdir 26. 3M üstəgələk 9 bərabərdir 2M üstəgələk 2 bərabərdir 26-ya. Burada daha doğrusu üstəgələk nəzər almalıydım. 5M bərabərdir 15 eləyir. M də bərabərdir 3-ə. M-in hansı qiymətində? 3 qiymətində. Növbəti baxıram 23-cü suala. 23-cü sualda deyir, tam dolu səndəki suyun hamısına bərabər həcmli 14 qaba töksək, hər qabda 4 litr boş yer qalır. Bu qablardan 10'unu tam doldurduqda isə səndə 60 litr su qalır. Tam dolu səndəki suyun hamısını 14 qaba töksək, bir dənə qab götürürük, tutaq ki, bu qab x litr tutsun. Qabın ümumi tutumu x litr olsun. Deyir 14 dənə qaba töksək, daha doğrusu o burada aşağıdan yazaq. Bu qab x litr tutur. Bu bizim nəyimizdir uşaqlar? Qabımız. Deyir 4 litr boş yer qalar. Yəni onda burada nə qədər su var? 2 çıxılsın 4. Deyir bu qablardan 10'u tam doldurulduqda isə səndə 60 litr su qalır. Birinci növbədə indi buna əsasən səndə nə qədər su olar? Birinə x çıx 4 litrdən, yəni birində su töksəm 14 dənə qaba x çıx 4 litr su olmuş olur da. Çünki 4 litr boş yer qalır. Onda ümumi səndə 14 vuraq x çıxaq 4 litr su var. Çünki qabın ümumi tutumu x-dir. Deyir 4 litrdə boş yer qalır. Onda bir dənə qabda x çıxaq 4 litr su varsa 14'ə vuranda da ümumi suyu verir. Yəni səndə ümumi bu qədər su olmuş olar. Sonra deyir ki, əgər bu qablardan 10'u tam doldurulduqda, yəni 10 vuraq x 60 litr su qalar. Yəni səndə 60 litr su qalacaq. Yəni bu 60 litri qaba tökə bilməyəcəm də, səndə qalacaq. Yəni 10 vuraq x litr plus 60 bərabərdir ümumi səndəki suya. Yəni 14 vuraq 2 çıxılsın 4'ə. Burada tənliyi həll etsək, 12 üstəgələk 60 bərabərdir 14x çıxılsın 56. Burada 4x bərabərdir 116'ya x bərabərdir 29'a. Deməli, bir dənə qabda nə qədər su var imiş? 29 litr. Növbəti 24-cü suala baxaq. 24-cü sualda deyir, eyni ölçülü ağ və qara kürəciklər olan torbada qara kürəciklərin sayı ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Ağ kürəciklərin sayı, ağ və qara yazaq. Ağ kürəciklərin sayından 20 ədəd çoxdur. Qaranın sayı. Ağa x deyirəm.
Qara kürəciklərin sayını isə x plus 20 deyirəm. Çıxarılan bir kürəciyin ağ olması ehtimalı 12-də 5 olarsa, torbada ümumi neçə kürəcik var? İndi torbada ümumi 2x plus 20 sayda kürəcik var. Ağ çıxması ehtimalı deyirsə, ağı böldükdə ümumiyə. Yəni x bölə 2x plus 20 bərabərdir neçəyə? 12-də 5-ə. Çarpaz vursaq 12x bərabərdir 12x üstə gələk 100. Burada 2x bərabərdir 100. X də bərabərdir 50-yə. Yəni torbada da ümumi 2x plus 20 sayda deyildi. 2 vuraq 50. Üstə gələk 20. Bu da eləyəcək 120. Torbada deməli 120 sayda ümumi kürəcik var. Düzgün cavab 120. 25. 25-də deyir ki, ABCD maddələrindən ibarət məhlul verilmişdir. Cədvəldə bu maddənin kütlə və faizləri verilmişdir. Cədvələ əsasən məhluldakı A maddəsinin kütləsini tap. Belə yəqin ki, kütləsini tap deyər. İndi burada uşaqlar C-yə görə işləsək 28%, yəni ümumi məhlulun 28% 70-dir. Yəni 28% 70 olan ədəd taparam. Yəni 70-i 100-ə vurub 28-ə bölərik. Bu zaman 70 14-ə böldükdə 5, 28 14-ə 2. 2 ilə də 100 ixtisar apararıq, 50. O deyəcək 250. Deməli, ümumi məhlulum nə qədər imiş? 250. İndi burada D-yə görə növbəti ardıcılıq işləyərəm. Çünki D-nin faizini veribdir də bizə. D-nin də faizini verdiyinə görə 250-nin 20 faizini taparım. Çünki deyir ki, D 20 faizi də 250-ni 20-yə vurub 100-ə bölərik. Bu zaman 20 ilə 100, daha doğrusu burada sıfırlar aparsaq 25 vuraq 2 qalır 50. Deməli D-nin də kütləsi nə qədər imiş? 50. İndi 3-ün kütləsi var da, B-ni də özü veribdir. 40, üstə gələk 70, üstə gələk 50. A-nı da bilmirəm. Üstə gələk A bərabərdir neçəyə? 250-yə. Buradan A da bərabərdir 250-dən çıxacağıq 160-ın. A bərabərdir qalacaq 90. Deməli, A-nın kütləsi nə qədər qalır? 90. Və yaxud da ola bilər ki, indi orada görsəmir, A-nın faizini soruşardı. 90-ı 250-yə bölüb vurardıq 100-ə ki, faizini tapaq. Bu qədər rahat. Növbəti sınaqlarımız gələcək. Həmçinin buraxılışların hamısını işləyəcəyik. Kanalımıza abunə olmağı unutmayın. Çalışdığınız qədər WhatsApp qrupumuzda paylaşın ki, hamı üçün sınaqlarımız əlçatan olsun. Yüksək nəticə əldə etmək üçün nə lazımsa biz də sizə köməklik edəcəyik. Uğurlar hər bir kəsə. Sağ olun.